Deməli, əziz dostlar, bu da bizim növbəti uğurumuz. Növbəti uğurumuz nədir? Sabunçu rayon 2 saylı peşə məktəbinin həqiqətən yetirməsi, tələbəsi, Xəzər, mənim tələbəm. Bunu vurğulamaq istəyirəm ki, mən yanımda öyrətdiyim tələbələri və ən önəmlisi də bunu da vurğulamaq istəyirəm ki, öyrətdiyim tələbələri çalışıram yönləndirim ki, peşə məktəbindən də bizim dövlətimizin verdiyi həqiqətən bu diplomuna da sahib olsunlar. Niyə? Çünki bu peşə məktəbi elə belə deyil. Həqiqətən bizim orada çox savadlı müəllimlərimiz yaxşı olardı ki, onların da bu bizim tələbələrimizdə qatqıları olsun. Və bugün inşallah ki, praktikaya başlayır. Xəzər mənim eyni zamanda öz tələbəm idi. Daha sonra mən yönləndirdim onu peşə məktəbinə və peşə məktəbində kursunu başa getirdi və indi bu praktika dövrüdür. Hansı ki, mən bu sənəti peşə məktəbindən müqavilə bağlamalıyam və sənət inşallah ki, peşə məktəbinə getməlidir və 3 ay kursu praktikasını mənim yanımda başa vurmalıdır. İnşallah ki, biz bunu imzalayaq. Xeyirli olsun. İnşallah ki, can sağlığı ilə diplomu da götürərsən və sənin də həqiqətən üstündə, üzərində əziyyəti olan o müəllimlərinə də, müəllimələrinə də öz təşəkkürümü bildirirəm ki, onların da sizə bir qatqısı var və bu çox önəmli bir şeydir. İnşallah ki, müqaviləmiz xeyirli olsun. 3 ay kursu da başa vurandan sonra səni buradan inşallah öz sertifikatımdan da uğurlayacağım. Xeyirli olsun, şükürlər olsun. İnşallah bunu peşə məktəbinə təqdim edirsən. Yaxşı, təşəkkürlər hər kəsə.